Salam dəyərli dostlar, dəyərli izləyicilər. Bugün sizə Masazır qəsəbəsi Qurtuluş 93 yaşayış kompleksində 2-ci mərtəbədə 3 otağa düzəlmiş, hazır yaşayış olan mənzil çəkib təqdim edirəm. Dəyərli izləyicilər, dəyərli dostlar, evimiz yerləşir Qurtuluş 93 yaşayış kompleksində 2-ci mərtəbədə. 3 otağa uğurla bölünmüşdür. 74 kvadratdır, mətbəxi ayrıdır, sanitar qovşağı və giriş hissəsidir. Evin giriş hissəsi baxın gördüyünüz kimi burdandır. Evdə gördüyünüz əşyalar demək olar ki, qalacaq. Təmir yenidir. Gördüyünüz kimi aboylar yeni aboylarla üzlənmişdir. Səliqəli saxlanılır. Bura mətbəx hissəsidir ki, mətbəxin sizə göstəreyim dəyərli izləyicilər. Baxın, belə bir mətbəx hissəsi var. Rahatlıqla alıb kirayə verə bilərsiniz və yaxud alıb özünüzlə yaşaya bilərsiniz ki, orada da eyvan hissəsi var. Orada eyvan kimi istifadə olunur. Aspirator falan oradadır. Ola bilsin elektronik əşyalar çıxsın, soyuducu ilə paltaryuyan çıxacaq, amma kondisioner qalacaq. Kondisioner ev sahibidir ki, kondisioneri saxlayacaq. Bura evin sanitar qovşaq hissəsidir. Qiymət bugünkü gün bazar qiymətindən aşağı təklif olunur. Bu gözəl evimiz təklif olunur 88.000 manata. Demək olar ki, qiymət sondur. Ev 95.000-ə satışa qoyulmuşdu. Hal-hazırda 88.000 manat son qiymət kimi fikirləşilir. Real klient olsa, orada müəyyən qədər razılaşmaq olar. Qeyd edim ki, mənzilimizin kupçası da var. 2-ci mərtəbədə yerləşir. Parka yaxın mənzildir, parka yaxın binadadır. Bura böyük yataq otağıdır, böyük dəstə. Küləyi görürsünüz, belə külək işləyir. Qapını açan kimi külək skvazlik edir, işləyir burada. Yəni yer çəkən mənzildir. Qeyd etdiyim kimi mənzilin kupçası var. Burada uşaq otağıdır. Təmir gördüyünüz kimi gözəldir, qəşəng səliqəli təmir olunub. Dəyərli dostlar, dəyərli izləyicilər, kanalda reklam yerləşdirmək ödənişsiz və pulsuzdur. Sizin də eviniz, mülkünüz, torpağınız varsa, satışı üçün bizə müraciət edə bilərsiniz. Sizə köməklik göstərək. Bu gözəl mənzilimiz 88.000 manata satılır. Real müştəri olsa, cüzi bir endirim etmək mümkündür. Buyurun, kanala abunə olmağı, videolarımızı izləməyi, bəyənməyi unutmayın.